Yağış avtobusun içinə damır. Kadrlar 162 nömrəli marşrut xəttindəndir. Yağış suları sərnişinlə dolu avtobusun damından içəri axır. Bu marşrut xəttindən istifadə edən sərnişinlər avtobusların köhnəliyindən şikayətçidirlər. 162 saylı avtobus Ramana Südçülük Savxozundan sosial binalar olan istiqamətdən şəhər istiqamətinə işləyir. Həmin sərnişin avtobus nəqliyyatının çox problemləri var. Yəni desəm ki, qeyd etməklə bitməz, doğru olar. Yararsızdır, köhnədir, xarab olan vaxtları da olubdur, qalıbdır. Sərnişinlər düşüb başqa bir avtobusu gözləmə məcburiyyətində qalıb. Köhnədir, bəli. Təzələnsə çox yaxşı olar. Mən də gündəlik gedib gələn adamın işə gedirəm hər gün. Amma yeniləri ilə əvəz olunsa daha yaxşı olar. Sərnişinlər həmçinin söz gedən xəttdəki avtobuslarda gecikmələrin də yaşandığını deyirlər. Ən çox da gecikmələr. Yəni vaxtı bilinmir bu avtobusun. Sürücülərin sözlərinə görə isə gecikmələr yalnız günün pik saatlarında baş verir. Avtobuslarda bir neçə ay əvvəl yenilənib. Hazırda istifadədə olan avtobuslarda nasazlıq yaşanmır. Normal qaydasındadır. Avtobuslarımızda normaldır. Yəni əvvəlkilərə nisbətən bunlar yaxşıdırlar. Nə vaxt dəyişib avtobusunuz? Bir neçə ay olar. Bundan əvvəl hansı avtobuslardan? Da bunların köhnələri idi da. Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən Xəzər xəbərə bildirildi ki, marşrutun müvəqqəti istismarçısına nöqsanların aradan qaldırılması, avtobus parkının saz vəziyyətdə saxlanılması və marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi barədə dəfələrlə tapşırıqlar verilib. Yeni daşıyıcının müəyyən edilməsi üçün söz gedən marşrut xətti artıq müsabiqəyə çıxarılıb. Minaya Zaman, Ramil İbrahimov, Xəzər xəbər.